Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün 5-ci siniflər üçün keçirdiyim Riyaziyyatın Dahisi adlı bilik yarışının suallarının izahını sizlərlə paylaşacağım. Əziz dostlarım, kanala abunə olub videoları bəyənməyi unutmayın ki, sizə faydalı videoları çəkməkdə davam edim. Bir elanda nəzərinizə çatdırım ki, əgər siz də eyni zamanda sınaqlar işləmək istəyirsinizsə, bilik yarışlarında iştirak edib, baxın bu şəkildə, hətta sizin öz şəkliniz olan sertifikatlar əldə etməyi istəyirsinizsə, 050 401 51 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və onu da qeyd edim ki, yeni yay qruplarımız da 5-ci siniflər üçün açılacaq və digər siniflər üçün də açılacaq. Hər sinif ayrı olur uşaqlar qruplarımız. İndi gəlin keçək izahlara. Birinci sualımızda bizə deyir ki, hansı bəddəki onluq kəsirlər artma sırası ilə düzəlmişdir? Uşaqlar, biz bilirik də artma sırası deyiləndə kiçikdən böyüyə doğru sıralamalıyıq. Ədədlərimizə baxıram, yəni sıfırdan tamdan sonra gələn ən kiçik ədədləri müqayisə edirəm. Sıfırdan %45, bax, kiçikdir 67-dən, düzdür? Demək, bəli. Sonra 67 kiçikdir, bunun tam olduğu üçün 1, tam olduğu üçün 1 böyük olacaq. 1 tam %24, 1 tam onda 5, yəni tamları bərabərdir, keçirik onda birlərini müqayisə edirik, 1 tam onda 5 böyükdür, 1 tam onda 5 ilə 2 tam onda 3-ü də müqayisə etsəm, baxıram ki, tamları 2 tam onda 3 böyük olacaq, demək doğru bənd A bəndi olmuş olacaq. İkinci sualımıza keçirəm. Uşaqlar, biraz tez-tez izah etmək istəyirəm ki, siz də videoya baxanda sıxılmayasınız. Onun üçün də harda başa düşmədinizsə videonu dayandırıb baxa bilərsiniz. Hansı ədədin 30%-i 36-dır? Faizinə görə ədədin tapılması. Yəni 36-nı bölürəm 30-a, vururam 100-ə. 36-nı 30-a böləndə 1,2, onu da 100-ə vuranda eləyəcək. Daha doğrusu 12 120. Doğru bənd C bəndi. Üçüncü sualımızda aşağıdakı şərtlərə görə doğru cavabı tapın. Baxıram, mən 6 rəqəmli ədədəm. Bunu tapmaq üçün variantları bir-bir yoxlamaq lazımdır. Baxıram ki, hər bir variant 6 rəqəmlidir. İndi ikinci sualımıza keçirəm. Minliklər nə qədər yuvarlaqlaşdırdıqda azalıram. Uşaqlar, gəlin birinci A bəndindən başlayaq yuvarlaqlaşdırmağa. Siz artıq yuvarlaqlaşdırmanı bilirsiniz. 8, 71. Aha, bu ədədin minliyi neçədir? Bu ədədin minliyi olacaq 5. Demək 5-ə qədər yuvarlaqlaşdırsam deyir, azalıram. 8-dən 5-dən sonra gələn ədəd 8-dir. 8-dən 1 ədəd gələ bilər. Çünki yuvarlaqlaşdırmada 5 və 5-dən böyük ədədlər olsa gələ bilər. Ədədim neçə olacaq? Olacaq artıq 26.000 olmuş olacaq. Uşaqlar, mən bu ədədləri müqayisə etsəm, görürəm ki, artıq 726.000 böyükdür. Bu isə deyir ki, azalmalıdır. Demək, A bəndi mənim şərtimi ödəmədiyi üçün mən A-nın üstündən bir xət çəkib keçirəm, B-yə baxıram. Yenə B-də baxıram, 6 rəqəmlidir. Şərtimi ödədi, bəli. Minliklər nə qədər yuvarlaqlaşdırıram? Gəlin yuvarlaqlaşdıraq. Bu ədədin minliyi 9 olacaq. 482. 6-dan xət çəkirəm. 9-dan sonra gələn ədəd 4-dür. Bir vahid gələ bilərəm? Xeyr, gələ bilmərəm. Olacaq ədədim neçə? 859.000 olmuş olacaq. Uşaqlar, azaldı mı? Bu 859.482-dir, digərsə 859.000-dir. Bəli, azaldı. Demək, şərtimi ödədim. 10 minliklər nə qədər yuvarlaqlaşdırdıqda artıram. Bəs bu ədədin 10 minliyi neçədir? 10 minliyi 4-dür. 4-dən sonra gələn 8-dir və üstünə gəlsəm, ədədimi yuvarlaqlaşdırsam alınacaq 5.000. Artdı mı? Bəli, artdı. Hələlik B şərtimi ödəyir. İndi sonuncuna baxıram. 3-ə tam bölünürəm. Gəlin indi bu ədədlərini 3-ə bölək. 3-ə tam bölmə qaydasıdır. Ədədlərin rəqəmlərini cəmləyirik. Gəl bu ədədləri cəmləyək. Yuvarlaqlaşdırdığın ədədi yox, ədədin özünü cəmləyək. Yəni 8 üstə gələk 5, üstə gələk 9, üstə gələk 4, üstə gələk 8, üstə gələk 2. Bu da eləyəcək 36. 36 da bilirəm ki, 3-ə bölünür. Bəli, demək bu bütün şərtlərimi ödədiyi üçün doğru bənd B bəndi olacaq. Digər də sadə bir tənlikdir. Üstə gələk 7 bərabərdir 19. Nə edirəm burada? 7 keçir 19-un yanına. 19-dan çıxıram 7-ni. 3x 19
7'sini çıxanda 12, vuruq hasil, naməlum vuruqu tapmaq üçün 12-ni bölürəm 3-ə. X bərabər olacaq 4-ə. Burada niyə göstərmir? Bir dəqiqə. Aha, bəli, düzəldi. Göstərəcək debəndi. 5-ci sualda uşaqlar kəsirlərin hasilini taparkən, qarışıq kəsirlərin hasilini taparkən birinci düzgün olmayan kəsirə çevirmək lazımdır. Gəlin çevirək. 2/3-də 1-i düzgün olmayan kəsirə çevirsək, eləyəcək 3-də 7. Digərini çevirsək, 3-ü vururam 2-yə, üstünə 1 gəlirəm, olur. 2-də 7 və vururam 7-də 6-ya. Baxıram ki, əgər vuruqda ixtisar varsa, ixtisarlarımı eləyirəm. 7-lər ixtisar getdi. 3 ilə 2 də 6-ya ixtisar getdi, qaldı 7. Doğru bənd deməndi. 6-cı suala baxıram. İfadənin qiymətini tapın, sadə bir hesablamadır. 4-ün kubu nə deməkdir? 4-ü 3 dəfən öz-özünə vurmaqdır. Neçə eləyəcək? Eləyəcək 64. 2-nin kubu da eyni zamanda 2-ni 3 dəfən özünə vurmaqdır. Eləyir 8. 64-ü bölürəm 8-ə. 64-ü böldüm 8-ə. Elədi 8. 32-ni də yenə böldüm 8-ə. Bu da elədi 4. 8-in üstünə 4 də gələndə 12 bebəndi etmiş olacaq. Şəkildəkilərə görə x-in neçə qiyməti var? Dərəcəsidir. Uşaqlar, mən burada bucaq görürəm. Bu necə bucaqdır? Açıq bucaqdır. Açıq bucaq neçə dərəcədir? 180 dərəcə. Yəni, buradakı ədədlərin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Üstə gələk 24, üstə gələk x, üstə gələk 43 bərabər olmalıdır 180-ə. 180-ə. 57-nin üstünə 24 gələndə 71, 71-in üstü, daha doğrusu 81, 81-in üstünə 43 gələndə eləyəcək 124. Üstə gələk x bərabərdir 180. X-i də tapanda 180-dən 124-ünü çıxıram. O da eləyir 56 etmiş olacaq. 111 ədədinin rum rəqəmləri ilə yazılışını. Uşaqlar, rum rəqəmləri ilə bilirəm ki, 100 deməkdir, x 10 deməkdir, xətt isə 1 deməkdir. Doğru bənd C, x 1, A bəndi. Sonra, neçə natural ədəd var? Baxın, gəlin sayaq ədəd oxundan. 28 tam %82-dən sonra gələn ədəd 29, 30 və 31 olacaq. Doğru bənd 3 dənə ədədim olduğu üçün yazıram. Baxın, 29, 30 və 31 3 dənə olduğu üçün D olmuş olacaq. Bir səbətdə almaların sayı əbob 108, 144-dür. Yəni, burada almaların sayını tapmaq üçün əbobu tapmalısan. Gəl, baxaq görək. Əbob 108, 144, 108 və 144-də. Əbobda neyinirik uşaqlar? Birinci, sadə vuruqlarına ayırırıq. Yəni, 108-i sadə vuruqlarını ən kiçik sadə ədədə bölürəm. 2-yə bölürəm, 10-u 2-yə 5, 8-i 2-yə 4, 2-yə bölürəm 2, 14-ü 2-yə, 27-ni 3-ə, 9, 9 3-ə, 3, 3-ə bölünür, 1 alındı. 144-ü sadə vuruqlarına ayırıram. 144-ün bölündüyü ədəd 2-dir. Ən kiçik sadə ədəd. 14-ü 2-yə bölürəm. 7, 4-ü 2-yə, yenə 7. 72-ni 2-yə, 7-ni 2-yə, 3, 12-ni 2-yə, 6, 36-nı 2-yə, 18, 18-i 2-yə, 9, 9 3-ə, 3, 3-ə 1. Uşaqlar, əbobu tapanda hər ikisində ortaq vuruqları götürürəm. Ən az iştirak edən ortaq vuruqları. Baxın, 2 burada bir dənədir, bir dənədir. Baxın, yazıram, bərabərdir, 2 vurulsun. Yenə, baxıram, 2 1-dir, yenə 2-dir. Var, hər ikisində ortaq vuruq var olduğu üçün yenə 2-ni götürürəm. Digərinə baxıram, artıq 3 burada var, burada da var, bəli. 3-ü də götürdüm. Sonra baxıram, yenə 3 burada var, bəli. Burada da var. Mən ortaqların hamısını götürdümmü? Götürdüm. Neçə elədi? Elədi 36. Niyə bu qədər qalın yazır? Aha, elədi 36. İndi mənə, demək, birinci səbətdə olan almalarımın sayı nə qədərdir? 36-dır. İkinci səbətdə olan almalarımı da tapmaq üçün
Əkob 18 və 24-ü tapmalıyam. Əkob 18 və 24, gəlin onu yazaq. Əkob 18 və 24. Uşaqlar, neyniyirəm? Yenə sadə vuruqlarını ayırıram və ya 18 ilə 24-ə bölünən ən kiçik ortaq bölən tapmalıyıq. 18-i sadə vuruqlarına ayırsam 2-yə, 9-u 3-ə, 3-ü də 3-ə bölsəm 1, 24-ü 2-yə, 12, 12-ni 2-yə, 6, 6 2-yə 3, 3 3-ə 1. Aha, yazdım. Burada isə şokda ən böyük vuruqlarını götürürük və böyükdə çatmayan digər vuruqu yazırıq. Baxın 2, 2, 2, 2, 3. Böyükün vuruqları 24-ün vuruqlarını yazdım. Baxın burada da yazıram. 2 vurulsun 3. Digərinə keçid alıram. Baxın burada bir dənə 3 var, amma burada yoxdur. Demək, bax buradakı bir 3-ü də vururam. Vurdum. Neçə tapdım əbobu? Bunların hasili əbob eləyəcək. Əbobu tapdıq. 8, 72. Əbobum olacaq 72. Demək, ikinci səbətdə də nə qədər var idi? 72 dənə alma var idi. Birlikdə, yəni 72 üstə gəlinsin 36 bərabər olacaq 108 alma olmuş olacaq cəbəndə. Portağalın 95% sudur, 8 kiloqram portağaldan neçə kiloqram su var? Uşaqlar, ədədinə görə faizi tapıram. Yəni 8 kiloqramı vururam 95-ə, bölürəm 100-ə. Bu da eləyir 7 tam 10-da 6 etmiş olacaq su var. Bir tərəf o birindən 4 dəfə böyük perimetr isə 100 cm olan düzbucaqlının böyük tərəfini tapın. Uşaqlar, düzbucaqlının bir tərəfi x-dırsa, digər tərəfi isə ondan böyük 4x götürəcəm. Və düzbucaqlının perimetrinin düsturunu mən bilirəm. Gəlin yazaq, biraz da xatırlamış olaq. Perimetri mənə deyir 100-dür. Bunu bu şəkildə yazıram. Bərabərliyin yerini dəyişəndə qiymət dəyişmir. A-nın yerinə x, üstə gələk 4x, bərabər olur neçəyə? 100-ə, perimetr deyir 100-dür. Buradan yenə həll eləyirəm tənlikdə. X-in üstünə 4x, 5x, 100 bölünsün 2-yə, 5x bərabərdir 50-yə. Buradan da yenə x-i tapanda neyniyirəm? 50-ni bölürəm 5-ə. Bunu da yazım. 5x bərabər oldu. Onu mənə nə deyir? Mənə deyir, böyük tərəfini tapın. Uşaqlar, biz kiçik tərəfini 10-la işarələmişik. Böyük tərəfini tapmaq üçün böyük tərəfini 4 dəfə böyük dediyi üçün 4x-dən işarələmişəm. Yəni 4-ə vurmalıyam. Bu da eləyəcək 40 deməndə. Yenə kəsirlərdim. 2-nin üstünə 3-də 2 gələndə alıram 2 tam 3-də 2. Düzdür? Bu olsun. Bunu artıq əzbər mən bilirəm. Digərinə baxıram. Kəsirlərin məxrəcləri müxtəlif olanları toplamaq üçün ortaq məxrəc. 2 ilə 4-də ortaq məxrəc elə 4-ün özüdür. Yəni 4-də 2 çıxılsın 1. Bu da bərabərdir 4-də 1-ə. 2 tam 3-də 2-ni bölürəm 4-də 1-ə. Kəsirin bölünmə qaydasını bilirəm. Birinci olduğu kimi qalır. Amma birinci qarışıq kəsirdir. Mən onu düzgün olmayan kəsirə çevirirəm. 6, 8, 3-də 8. Vururam digərinə. Yəni tərsinə çevrilir. Digər isə tərsinə çevrilir. 8-i 4-də vuranda 3-də 32. Kəsirlərin bölünməsinə aid mənim dərs izahım olmalıdır. Baxarsınız 5-ci siniflər üçün olmalıdır. Doğru bənd 3-də 32, yəni A bənd olmuş olacaq. Qarşılıqlı bucaqların biri. Uşaqlar, qarşılıqlı bucaqlar necə bucaqlardır? Bir-birinə bərabərdir. Biri 2x üstə gələk 10-dur deyir. Digər isə bərabərdir. Üstə gələk 10, digər isə bərabər olacaq onda 50-yə. Aha, mən bu tənliyi həll edib sadəcə x-i tapıram. 2x 50 çıxılsın 10. 2x bərabərdir 40-a. X bərabərdir 40-ı da 2-yə böləndə 20 olmuş olacaq. 15-ci çalışmada nə deyir? 15-ci tapşırıqda nə deyir? Deyir, mağazaya 200 kiloqram alma gətirdilər. Birinci gün 4-də 1-i. Aha, mağazaya 200 kiloqram alma gətiriblər.
Birinci gün 1/4-ni, 200-ün 1/4 hissəsini, yəni 200-ü bölürəm 4-ə, eləyəcək 50. Vururam 1-ə. 50. İkinci gün isə qalan almanın 3/2 hissəsini. Uşaqlar, birinci gün 50-si gedibsə, 200-dən çıxıram 50-sini 150. Demək, ikinci gün nə qədərdir? 150-nin 3/2 hissəsini tapacam. İkinci gün 150-nin 3/2 hissəsini tapmış olacam. 15-i 3-ə bölürəm. Düşəcək 50, 50-ni də 2-yə vur. 170 olacaq. Mağazada nə qədər alma qaldı? Aha, birinci günü də tapdım, ikinci günü də tapdım. Nə edirəm? Cəmləyirəm və 200-dən çıxıram. 100 üstə gələk 50 bərabərdir 150. 200-dən də 150-sini çıxsaq eləyəcək 50. Doğru bənd bir bənd etmiş olacaq. Bu sualımız maraqlı sualdır. 0,75 onluq kəsirdir. Bərabər olub D-C adi kəsirinə. Uşaqlar, %75-i mən adi kəsirə çevirsəm, %75 kimi yaza bilərəmmi? Yaza bilərəm. Mənə deyir ki, C üstəgələ D cəminin ən kiçik qiymətini. Ən kiçik qiymət dediyi üçün mən bunları ixtisar eləyə bilərəmmi? Bəli, 25-ə ixtisar eləyə bilərəm. Neçə qalacaq? 4. Burada da qalacaq 3. Demək, C-nin yerində 3-dür, C bərabərdir 3-ə. D də bərabər olur 4-ə. Cəmləri isə 7 olmuş olacaq. 17-ci tapşırıqda mənə deyir ki, A bərabərdir suala. Mən buradan baxıram ki, A-nı ortaq vuruq kimi çıxarda bilərəm. B üstəgələk C bərabər olur 108-i. Və B üstəgələk C-nin də qiymətini verib mənə 12. Yəni A vurulsun 12 bərabərdir 108. Sadə bir tənliyə gəldim və mən burada A-nı tapa bilərəm. 108-i 12-yə bölürəm. Bu da düşəcək 9 düşmüş olacaq. A bərabər olacaq 9-a. Şəkildə rənglənmiş hissənin sahəsinin neçə kvadrat metrdir? Uşaqlar, bunu tapmaq üçün birinci ümumi olaraq düzbucaqlının sahəsini tapıram. Yəni S bərabərdir, N vurulsun uzunluq 15 vurulsun 8-ə. Bu da eləyəcək 120. Sonra digərini tapmaq üçün boş sahəni də hesablayıram. Boş sahəsi neçə olacaq? 7 vurulsun 4, 28 olacaq. Bu da bərabərdir. Ay, 4 vurulsun 7. Bir dəqiqə, 4 vurulsun 7, 28. Yazdım. İndi mən ümumi, bax bu rənglənmiş hissənin sahəsini tapmaq üçün 120-dən çıxmalıyam 28-in. Bu da bərabər olacaq 92-yə. 19-da Murad fikrində tutduğu ədədi 8-ə vurub, alınan hasili 9 çıxdı. Aha, uşaqlar, Murad fikrində hansı ədədi tutub bilmirik. 8-ə vurub, 8-ə vururuq. Alınan hasildən 9 çıxdı. Çıxıram 9-un. Nəticədə 15,8 alındı. %8 alındı. Yazdım. Gəldim tənliyə. Tənliyimi hesablayıb x-imi tapmalıyam. 8x bərabərdir 15 tam. %8-in üstünə gəlirəm 9-u. 8x bərabərdir. Eləyəcək 24 tam %8. X də bərabərdir. 24-ü 8-ə böləndə 3 tam %1. A bəndi olmuş olacaq. Bərabərsizliyini ödəyən natural ədədlərin cəmini tapın deyir. 9x çıxılsın 3 kiçikdir. 17-nin üstünə 34 gələndə olacaq 51. 9x, bunu da tənlik kimi həll edə bilərsiniz. Sonda işarəni yerinə qoyacağım. Kiçikdir. Yenə 3 də keçir 51-in yanına. Üstə gələk olacaq 54. Buradan da x-i tapmaq üçün 54-ü bölürəm 9-a. X da kiçikdir 6-dan. Demək, 6-dan kiçik ədədlərin cəmini tapacam. 2, üstə gələk 3, üstə gələk 4, üstə gələk 5, 6-nı götürmürəm. 3, 6, bu da eləyəcək. 9 da gələndə 15 etmiş olacaq. 2A və 3B ədədlərinin cəmi. 2A və 3B-nin cəmi deyir, deyə bilirəm ki, toplamadır. A və B ədədlərinin fərqinə, A və B ədədlərinin fərqi yazdım. Hasili.
Aha, yazdım və riyazi ifadəmi göstərmiş oldum. 1045 ədədinin 20% ilə uşaqlar ədədinə görə faizi tapırsan. Yəni 1045 ədədin 20%-ni tapmaq üçün 1045-i vururam 20-yə, bölürəm 100-ə. 100 ilə 20 ixtisar gedir. Neçə alır? 5. Onu da daha doğrusu 1045-i də 5-ə böləndə, onu 5-ə 2, 45-i 5-ə böləndə 9 alıram. 209. 21% 420 olan ədəd. 420-ni bölürəm 21-ə. Bu artıq burada faizinə görə ədədin tapılmasıdır. Bunun üçün nə etməliyəm? 420-ni bölürəm 21-ə, vururam 100-ə. Olacaq. Bu da alındı 2000. Mənə deyir bu ədədlərin cəmini tap. Yəni 2000-in üstünə gəlməliyəm. 209, 2209 doğru bənd A bəndi olacaq. Digərinə baxıram. Aha, qəşəng bir bərabərlik verilib mənə. Demək, məndə uşaqlar 8-də 11 ədədi verilib, bərabər eləyib A-da 22 ədədinə. Mən kəsirin əsas xassəsini əsasən bilirəm ki, kəsirin məxrəci hansısa bir ədədə vuruldusa, surəti də eyni bir ədədə vurulmalıdır. Baxıram, burada 11 bərabər olub 22-yə. Uşaqlar, 11-i neçəyə vursaq 22-yə bərabər olur? 2-yə vursaq əlbəttə ki. Məxrəcini vurdun, surətini də vurmalısan 2-yə. Vurduq. Demək, A bərabər olmalıdır. Neçəyə? 16-ya. A-nı artıq buradan silirəm, yazıram 16. Başaqdan da yazım 16-ya bərabərdir. İndi mənə deyir ki, bu ədəd də bərabərdir. B-də 80-ə. Aha, bunun məxrəcləri bərabərdirsə, 16-nı neçəyə vurub 80-ə bərabər eləyib 5-ə. Demək, məxrəc vuruldu, surət də 5-ə vurulmalıdır. Vurduq. B neçəyə bərabər olacaq? B bərabər olacaq 110-a. Digərinə baxıram. 80-də artıq B-nin yerinə yazıram burada 110. Demək, 80-də 110-da bərabər olub C-də 55-ə. Artıq mən görürəm ki, surət azaldı. Azaldısa demək bölüb. Neçəyə bölüb ki, 55 alınıb? 2-yə. Düzdür? Aha. 110-u 2-yə böldüm. 55, 80-də 2-yə bölməliyəm. Əsas xassiyyə əsasən. Demək, C də bərabər olmalıdır 40-a. Mənə deyir, bu ədədlərin cəmini tapın. Bu ədədlərin cəmi də eləyəcək 166. A bəndi etmiş olacaq. 24-cü çalışmada biz bilirik ki, qalığı tapanda qalığın düsturu var, düzdürmü? Yəni 310 bərabərdir 19x üstə gələk neçəyə? Qalığa 6-ya. Sonra 19x, uşaqlar bunu bu qayda ilə də tapa bilərsiniz və ya 310-u 19-a bölüb də x-i tapa bilərsiniz. 310, yenə tənliyə gəldik və biz bu tənliyi həll edirik. 19x üstə gələk 6 bərabərdir 310. 19x 310-dan 6-sını çıxsaq alacağım 304-ü. X da bərabərdir 304-ü də 19-a böləndə 16 almış olacağın doğru bənd C bəndidir. 25-ci tapşırığı həll eləyərkən sizə asan yol deyirəm. Surəti bölürsən məxrəcə. Baxın, 13 tam 100-də 13-ü böləndə, bax, sürüşdürürük. İkinciyə həmişə baxırıq. Bunu tam ədədə natural ədədə çevirmək üçün 2 də rəqəm sürüşdürdüm. Buradan da sürüşdür. Aldır neçə? 1313. Bölürsən 13-ə. Aldıq 101. Düzdür? Bəli. 101. Sonra 0,6-nı bölürsən 0,100-də 6-ya. 2 rəqəm sürüşdür. Buradan da 1 rəqəm sürüşdürdün. Gələcək olacaq artıq 60. 60-ı sən bölürsən 6-ya. Bu da bərabər olur 10-a. Sonra 0,45-i bölürsən 0,9-a. Uşaqlar, yenə burada da həmçinin bir rəqəm sürüşdürün, gəldi, düşdü 4,5-ə. 4,5-i bölürsən 9-a, 0,5 alınır. İndi sən nə eləməlisən? Bu ədədlərin 101-in üstünə gəlirsən. 10, çıxırsan 0,5. Bu da eləyir 110,5. Uşaqlar, bugünlük izahımız bura qədər. Sağ olun, salamat qalın.